Görünür, siz istədiyiniz idarəyə düşməmsiniz. Əslində qalsa xahişinizin bizə heç bir dəxli yoxdur. Siz zəhmət çəkin, əriniz qulluq etdiyi idarəyə müraciət edin. İstəyirəm. Zaten mən 5 yerdə olmuşam. Hətta oralarda ərzəmi də qəbul etmirlər. Yeznəm Boris Matveyevич sağ olsun ki, o sizin yanınıza gəlməyi məni başa saldı. Dedi, siz anam, cənab Tuğçinin müraciət edir. Onlar çox hörmətli adamlardır. Onlar hər şey edə bilərlər. Kömək edin zaten. Biz sizin üçün heç bir şey edə bilmərik. Təsəvvür edin, sizin əriniz hərbi tibbi idarədə qulluq edib. Burası bankdır, qisməli qalacaq, xüsusi ticarət idarəsidir. Bunu başa düşmək çətin məsələ deyil axı. Zaten mənim ərimin xəstə olması barəsində həkimdən şəhadətnaməsi var. Bax, buyurun, baxın. Çox gözəl, mən sizə inanıram. İnanıram, ancaq təkrar edirəm, onun bizə dəxli yoxdur. Heç bir dəxli yoxdur. Adegin, mən bilirəm, Tatyana'nın dərəcəsi də səhərəm. Orada qulluqçulara mani olur. Qəribədir, hətta gülüncüdür. Necəni, sizin əriniz hara müraciət etməli olduğunu bilmir? O heç bir şey bilmir zat halləri. Kütbün biridir. Ancaq bunu əzbərləyib ki, sənin için deyil, rədd ol buradan vəsal. Təkrar edirəm xanım, sizin əriniz hərbi tibbi idarədə qulluq eləyib. Burası bankdır, xüsusi ticarət... Bəli, başa düşürəm. Zat haliləri belə olan surətdə əmr edin ki, mənə 15 manat versinlər. Qalanını isə bir aydan sonra versəniz də razıyam. Andrey, belə getsəm mən məruzəni heç vaxtlara bilmərəm. Bu saat, sizi başa salmaq olmaz xanım. Bir anlayın ki, belə bir xahişlə bizə müraciət eləmək, boşanmaq haqqında apteka ya hamama ərzə vermək qədər qəribədir.